mübarək Ramazan ayına çox az qalıb. Artıq demək olar ki, biz bir neçə gündən sonra o ayın rəhmətini, bərəkətini, bağışlanmasını bütün varlığımızdan hiss edə bilərik. Və bu ayın içində bir gecə də var ki, bir gecədir, amma o gecədə bir ömrün inkişafını, bir ömrün təkamülünü mümkün eləmək. Başqa belə bir gecə yoxdur. Başqa belə bir fürsət yoxdur. Ramazan ayı öncəsi bundan danışmasa o biraz qeyri-səmimi olar da. Yəni dünya bu qədər gəlib alçaq bir vəziyyətə degradasiya eləyib. Dedikləri hər şeyə xəyanət eləyiblər. Bütün dünyada bir gün qadın və qadın haqlarından danışırlar. Qadın qalsın qırağa, ümumiyyətlə qızların bunlar heç ləyaqətini və toxunulmamazlıqlarını bunlar təmin edəcək halları yoxdur. Hava su kimi lazımdır Ramazan ayını yaşamaq. Hava su kimi lazımdır Ramazan ayını orucunu tutmaq. Hava su kimi lazımdır Ramazan ayının marifini, duasını, əməllərini duyub yaşamaq. Başqa bunun alternativi yoxdur. Ya əhlullah, Allah bəndəsi olmaq fürsəti var, ya da lənətli şeytanın qaranlıqlarının içində yuvarlanıb ən aşağıya qədər enmə var. Ya Aliyyu, ya Azim, ey Ali, insan səmimi qəlbdən fərqində olanda ki, mən varam, ehtiyaclıyam, başdan ayağa ehtiyacın özüyəm, başdan ayağa zəifəm, başdan ayağa zəliləm, həqirəm, kiçiyəm və bir Ali var. O məni xəlq eləyib. O məni hal-hazırda varlığımı təmin eləyir. Mən ona bağlandıqda bu ali dəyərlərə bağlana bilərəm. Bağlanmadıqda mən heç kiməm. Mən heç nəyəm. Özü-özünə mən yoxam. İndi birdən özünüzü itirərsiniz ki, Allah ali məqamlıdır, əzəmətlidir. Mən heç kiməm. O rəhimdir. Ya Qafur, ya Rəhim. Narahat olmuyor. Qafur, bağışlayan, Rəhim, xüsusi rəhmət olan. Ümumi mərhəmət verib gəlmisən buracan. İndi ləyaqətin olanda xüsusi rəhmətində. Qafur bağışlayacaq, bağışlanmadan başlayır. Deyir, gəlin görək kimi bağışlayaq. Kimin hazırlığı var bağışlayaq. Bir də var insanın şuurla, dərklə, imanla, iradə ilə keçə biləcəyi təkamül və kamala doğru hərəkət. Allahla rabitədə olmasa, Allahın dostlarıyla birgəliyi olmasa mümkünsüz. Ona görə əhlullah olmasa insanın insani təkamülü mümkündür. İnsanın ilahi rəngdə olmadıqda